Sabratda yerləşir. 21 nömrəli poliklinika tərəf. Sabratın ateist yolu deyilən ərazisində. Məhliyə kimi yolu asfaltdır. 3 çox torpaq sahəsinin içərisində 11 daş kürsüdə, dairə və qoşadaş həyətində gözəl bisikası olan paket kupça evində, torpağında çıxarışır. Tam ipoteka yararlı həyət evimiz cəmi 135 min manata satışa çıxır. Maşın girən cəliz qapısı əlavə, giriş qapısı əlavədir. Qeyd etdiyim kimi həyətində gözəl bir bisikası var. Sağ hissəsində yaşıllıq üçün yer nəzərdə tutulub. Qazon deyil ha, özü təbii yaşıllıq otdur. Ne deyəcəklə qeyd otu təqdaladı. Padvanına girişi var. Mətbəxdən balkonuna çıxışır və evin sol tərəfindən, bilmirəm gördünüz, görmədiniz, rahat şəkildə böyrünə, arxasına keçməyə yeri var. Keçdi evin içərisini göstərək sizə. Dediyim kimi, mətbəxdən balkonuna çıxışdır və buyurdu evin içərisini göstərməyə. Evin giriş hissəsi ümumiyyətlə bütün kanunlar sistemləri içərisində. Qapısı özü, məqam, aynı ağlı qapıdır, baxın sevk qapıdır. Eyniliyini yandan gördüyündə, girəndə. Elementin qapının keyfiyyətindən danışırıq. Bütün kanunlar sistemləri hamısı çəkilib, bir sayqaları qoyulub. İstiri sistemi komple hər bir panın xətti çəkilibdir. Solda mətbəxidir, dediyim kimi mətbəxdən də balkonuna çıxışıdır. Sağda. Ev özü 130 kvadratına yaxındır. Sağda geniş qonaq otağı və divarın bir hissəsində kilistenti var. Evin ən kiçik yataq otağını göstərəcəm. Hansı ki, uşaq otağı üçün nəzərdə tutulur. Ev ümumiyyətlə, keyfiyyətlə dikilib, zövqlə təmir olmuşdur. Evdə 2 böyük yataq otağı var. Birini hal-hazırda görürsünüz. Növbəti böyük yataq otağı. Qiymət təkrar edirəm 135 min manatdır. Yəni müştəriyə təbii ki, yəsəfinin 10 dirim olacaq. Sağlıq sanitar qovşağı birdir. İstipol yuxarı göstər, asma tavandır. Sağda şulkası qoyulub, aksesuarları solda da moydadırıdır. Ev dairəvi qoşadaşdır. 10-11 daş kürsüdədir. Qoşadaşdır, üstü də kəmərlidir. Dediyim kimi, keyfiyyətlə tikilib, zövqlə də təmin olmuşdur. Belə izləyin, videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirik.